Bir kişinin həyat yoldaşı dünyasını dəyişib və o aradan 15 il keçməsinə baxmayaraq yenidən ailə qurmayıb. Dostları adama soruşanda ki, sən niyə yenidən evlənməmsən? O cavab verir ki, mən hələ də öncəki yoldaşıma bənzər birini tapmamışam. Dostları da heyrətlə ona deyirlər ki, necə də yəni, sən 15 il ərzində hələ də ona bənzər birini tapmamısan? Adam təbəssümlə deyir ki, sizə qısa bir əhvalatdan bəhs edəcəm ki, biləsiniz kim idi mənim yoldaşım. Bir gün biz onunla mübahisə etmişdik və mən ona qışqıraraq onu evdən qovdum. Bir həftə sonra əsəbim soyuyandan sonra onu anasıgilin evindən gətirməyə getdim. Qapını özü açdı. Məni sevgi ilə qarşılayıb qulağıma pıçıldadı ki, xahiş edirəm baş verənləri burada bildirmə. Mən demişdim ki, sən işlə bağlı səfərə çıxmısan. Mən də evdə tək qalmamaq üçün bura qonaq gəlmişəm. İndi deyin mənə dostlarım, mən harda elə birini tapa bilərəm ki, onun kimi mənim yoxluğumda belə mənim sirrimi, eybimi gizlətsin. Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, bu dünya nemətdir. Saliha həyat yoldaşı da nemətlərin ən yaxşısıdır.